Salam. Bugünkü videoda mən sizə əks qütblük qaydaları haqqında bəhs eləmək istəyirəm. Eyni zamanda da balans və neytrallaşdırma haqqında izahlar vermək istəyirəm. Sizdə daha yaxşı otursun bu anlamlar deyə. Mən bunları daha sadə, anlaşılıqlı dildə ona görə izah eləməyə çalışıram ki, sizə kuantum enerjinin qaydaları kimi terminlərlə izah eləsəm bəzi şeyləri, siz bunların tətbiqində problemlər yaşaya bilərsiniz. Mən nəticədə sizdə irəliləmə, inkişaf olduqdan sonra və ya hansı səviyyəyə gəlməlisiniz, bunun ən insani halında izah eləməyə çalışıram. Əlbəttə ki, amma yəni seanslarda filan oturub ancaq biz bunları izah eləmirik. Bunların tətbiqinə xidmət edən metodlarla ancaq işləyirik. Amma nəticədə siz öz həyatınızı, öz nəticələrinizi hansı şəkildə yaşayacaqsınız, hissləriniz hansı səviyyədə olacaq, gəlinən o nəticəni izah eləməyə çalışıram. Qütblülük nədir? Hər bir şey əksi ilə özündə anlam qazanır. Yəni, gecə gündüzlə, kişi qadın, ay günəş, ölüm həyat, xeyir şər, hər bir şey eyni vaxtda əksi ilə mövcuddur. Bu əslində neytrallığın özüdür. Başlanğıc da neytrallıqdır. Prosesdə də hər bir şey, hər nə qədər şikayət eləsək də, bundan məmnun olmasaq da, bizi neytrallaşdırmağa xidmət eləyir. Fərqindəliklə müəyyən metodlar işlədikdən sonra da gəldiyimiz son nəticə neytrallıqdır. Neytrallıq nədir? Neytrallıq başqa sözlə demək olar ki, hər videoda təkrar elədiyim üst şuurdur. Üst şuurdan özünü müşahidə eləmək şəklinə keçməkdir. Sizə bəhs eləmişdim, olmaq halı var və bilmək halı var. Olmaq halı daha üstdən özünü müşahidə edən bir haldır. Özünü müşahidə etdiyim mən, müşahidəçi olan mən olmaq halındayam. Müşahidə etdiyim məni bilmək halında müşahidə edirəm. Bu nə deməkdir? Olmaq halında neytrallıq var, əks qütblülük yoxdur. Neytrallıq, tam neytrallıq, hüzur və sevgi var. Daha altda isə, yəni tətbiqdə, nəticədə, hərəkətdə görünən hər bir şey isə əksi ilə mövcud olur. Bunun fərqində olmaq bizə nə verir? Və ya daha doğrusu sadəcə fərqində olmaq kömək eləmir, amma bəlli bir səviyyəyə gələndən sonra biz nə əldə eləmiş oluruq? Biz bunun fərqində oluruq ki, məsəl üçün sevgini ən çox problem olan mövzu olaraq ələ alım sevgini. Sevgisizliyin əksi kimi, sevgisizlikdən qurtulmaq kimi sevgini arzu ediriksə və ya həyatımızda var olursa, orada həmişə problem olur. Niyə münasibətlərdə həmişə problem var? Demək olar ki, əksər hallarda. Bu sevgisizliyin əksi sevgi kimi qavrayışdan irəli gələn sevgidir. Amma halbuki tam neytrallaşdıqda orada bunun əksi yoxdur. Sadəcə sevgi hissi var, sevgi algısı var, sevgi duyğusu var. Bütün bir ilahi sevgi deyək, daha böyük, həqiqətən də normalda sevgini, hər hansı bir sevgini, əks cinslə də olan istənilən sevgini nə cür tanıyırıqsa, onun daha əksi olmayan saf bir sevgi halı var. Biz ancaq bunu neytrallaşdıqda yaşaya bilirik. Həmçinin də digər həyati hadisələri. Bu qayda bütün həyat proseslərində, həyat hadisələrində mövcuddur. Sadəcə olduğunuz vəziyyətdə, olmaq halınız və bilmək halınız eyni vəziyyətdə olduğu üçün bunu başa düşmək mümkün deyil. Başa düşsəniz belə bir vəziyyət var, tətbiq eləməyiniz mümkün deyil. Bunun sadəcə bir yolu var, olduğunuz vəziyyətdən sıyrılıb çıxmaq. Bu da zehin və şuur səviyyəsində ancaq mümkündür. Çünki insanlığından daha yüksək bir səviyyəyə hiss səviyyəsindən söhbət gedir. İnsanlığından daha bir fərqli bir yer var. Ora qalxmaq lazımdır insanlığını müşahidə eləmək üçün. Bu halda insanlığını müşahidə eləyəndə bilmək, sadəcə müşahidəçi kimi, sanki səhnədə bir film və ya teatr necə izləyirsinizsə, öz insanlığınızı izlədiyiniz üçün orada təsir sıfır olur. Sizə təsir edən görürsünüz, bilirsiniz, ancaq sizin içinizdən keçən heç bir şey olmur. Əgər sizin olmaq halınız daha yüksək neytralsa, çünki neytrallıqda əks qütblük yoxdur. Sadəcə sevgi və hüzur var.
və orada da təbii ki, öz səviyyələri var. Baxır hansı səviyyədəsiniz. Müəyyən bir səviyyədə siz bu hadisələrin təsirindən çıxırsınız. Sizə heç bir halda təsir eləmir, çünki ancaq müşahidəçi kimi bilirsiniz. Hətta proseslərin içindən keçəndə də bilirsiniz sadəcə bu neqativ və pozitivlərin içərisindən keçəndə. Amma daha yüksək səviyyələrdə isə sizin həyatınıza ancaq əgər tam o neytrallığa, hüzur və sevgiyə yüksələ bilirsinizsə, ancaq normal olaraq bu fizika qaydasıdır, riyaziyyat qaydasıdır, elmdir. Normal olaraq sizin həyatınızda ancaq hüzur və sevginin təzahürləri özünü göstərəcəkdir. Bu neytral haldakı sonsuz hüzur və sevgi hissini də pozitiv olmağa bugünkü müasir gündə çağırış olan pozitiv olmağa çağırışla səhv salmaq lazım deyil. Çünki əgər işlənməmiş şuur və zehində, çox təəccüblənəcəksiniz, ancaq işlənməmiş şuur və zehində pozitiv olmağa çalışmaq, bəli, illüziya ilə də müəyyən müddətdə mümkündür pozitiv hiss eləmək, özü eyni anda neqativləri fərqində olmasanız da neqativləri də yaradır. Əgər sizin bu səviyyədə, alt səviyyədə pozitiv olmağa çalışmaq halınız varsa, orada pozitivsinizsə, eyni dərəcədə neqativ də var şuur altında. Bu dərhal göstərməyə bilər özünü, ancaq hər hansı bir müddətdə və ya hər hansı bir hadisə ilə tam neytrallaşacaqdır. Çünki bu bir qaydadır, qütblük qaydası var. Əksi olmadan heç bir şey mövcud ola bilməz. Sizin pozitivlik deyə anlamlandırdığınız ruh halınız, his halınız, həyati hadisələrin mütləq və mütləq qarşılığı olan neqativ halları da var. Bu da bu və ya digər şəkildə, hər hansı bir şəkildə həmin hadisə ilə əlaqədar olmasa da başqa həyatdakı hadisələr, proseslərdə özünü göstərəcəkdir. Ona görə də israrla, dönə-dönə, israrla qeyd edirəm ki, olduğun halda çalışdığın, yaratdığın, bütün pozitiv deyə anlamlandırdığın hadisələrin əksi mütləq var. Bəli, sən bəlkə də bunu təzahür elətdirə bilərsən, sənin həyatında özünü göstərə bilər, amma bunun əmin olun ki, əksi də eyni anda mövcuddur. Bunun sadəcə bir yolu var. Olduğun haldan çıxıb bütün bu dediyim prosesləri də başa düşəcək səviyyədə, görə biləcək səviyyədə ustalaşmaq. Bunun adı ustalaşmaqdır. Biz bunu zehinlə işləyəndə məşhur Demartini metodu var. Demartini metodu ilə neytrallaşdırırıq. Hətta məhz bu həddindən artıq pozitiv, yüksək bir hadisə olaraq həyatında dəyərləndirdiyi, hər hansı bir insanın yüksək hadisə olaraq dəyərləndirdiyi məsələni də neytrallaşdırmağa çalışırıq. Əks olan neqativlərini də görürük. Çünki bunun üzərində işləməsək mütləq şəkildə öz başına kontrolsuz bir şəkildə olduğu üçün onun həyatında özünü göstərəcəkdir. Həyatınızda baş verən yüksək, sevincli hadisələrdə yəqin ki, bunu müşahidə eləmisiniz. Eyni anda həm sevinirsiniz, həm də daxildən bir qorxu və ya bu mütəmadi davam eləməyəcək kimi bir his var. Bu his həmin o neytrallaşma da eyni anda baş verəcək deyə sizə bir siqnaldır. İndi gəlin bütün bunları biraz toparlamağa çalışaq. Kuantum enerji necə yaradılır, onunla əlaqələndirək. Siz fərqində olmadan bir şəkildə sıfırdan dünyaya gəlib, əks qütblülüklə hər bir şey həyatınızda davam edir. Orada onsuz yenə də kuantum enerji işləyir, yaradılış baş verir. Hər bir şey əks qütblüklə. Sonda, əgər siz bu üzərinizdə işləyib, yüksələ bilirsinizsə, yüksək frekansa keçib neytrallaşa bilirsinizsə, sıfır nöqtəsinə gəlmiş olursunuz. Bundan sonra isə kontrol sizdə olduğu üçün, fərqində olduğunuz üçün sıfır nöqtəsindən yaratımı özünüz yarada bilirsiniz. Hər bir şeyi əks qütbü ilə nəyin necə baş verəcəyini bilərək o şəkildə yarada bilirsiniz. Ümid edirəm ki, izah eləyə bildim. Gələn videolarda yenidən görüşərik. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.